Ölkə üzrə icra hakimiyyətlərində struktur islahatları başlayıb, bir sıra vəzifələr ləğv edilib, ştat cədvəlləri yenilənib. İcra nümayəndəliklərinin yeni strukturu əhali sayına uyğun formalaşdırılıb. Şəhərlərdə 5, kənd və qəsəbələrdə isə əhali 10 minədəkdirsə 3, 10 mindən yuxarıdırsa 4 əməkdaş olacaq. Millət vəkili Aydın Mirzəzadə deyir ki, bu idarəetmənin optimallaşdırılması ilə bağlıdır. Yəqin belə hesab edilir ki, icra nümayəndəliyində nümayəndə varsa artıq müavin ştatına ehtiyac yoxdur. Və bu daha operativ olmağa, bu idarəetmə strukturunu insanlara yaxınlaşdırmağa xidmət edir və ştatları həddən artıq şişirtmənin qarşısını alır. Amma bu demək deyil ki, ixtisara düşənlər işsiz qalacaqlar. Onların da başqa sahələrdə yerləşdirilməsi üçün əlbəttə ki, işlər görüləcək. Bu fəaliyyəti daha təkmil, daha şəffaf edəcək. Ekspertlərin fikrincə məqsəd vətəndaş məmur təmasını minimuma endirməklə korrupsiya risklərini azaltmaqdır. Digər tərəfdən bugün cəmiyyətimizdə də geniş müzakirə olunur. Xüsusi nümayəndəlik institutunun bütün ölkəmizdə yayılmasıdır. Ayrı-ayrı coğrafiyalarda, bölgələrdə tətbiqidir. Hesab edirəm ki, proseslər buna doğru gedə bilər. Digər tərəfdən Qarabağda və Şərqi Zəngəzurda ilk olaraq tətbiq olunan bu model uğuru ilə seçilir. Yeni bir modeldir. Daha az məmur vasitəsilə daha geniş həcmdə işlərin həyata keçirilməsi mühüm aspekt kimi özünü göstərir. Prezident İlham Əliyev də yanvarın 5-də yerli telekanallara müsahibəsində xüsusi nümayəndəlik institutuna toxunaraq bu modelin çevik idarəetmə baxımından daha səmərəli olduğunu vurğulayıb. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ola bilər ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər ölkədə. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsul idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub. Yəni, gələcək göstərər. Qeyd edək ki, icra hakimiyyətlərində artıq icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər ixtisara düşüb. Elmira Seyfəddin qızı İlqar Abdullayev, İTV Xəbər.